قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla. Selam əziz tamaşaçılar və hürmətli dinləyicilər. Muxtəsər və faydalı təfsir proqramı ilə yenidən sizinlə birləşdik. Qədr surəsinin tərcümə və təfsirini davam etdiririk. Dərsin sonunda aşağıda qeyd edilən suallara cavab tapa biləcəksinizi ümid edirik. Qədr ibarəsi Quranda neçə mənada işlədilmişdir? 2. Qədr gecəsinin xüsusiyyətləri hansılardır? 3. Hz. Musa əla nəbiyyina və alihi və aleyhissalatu vəssalam Allah Taala ilə münacatında ondan nə istədir? Bizi izləməyə davam edin. Bismillahirrahmanirrahim. Və mə ədrəkə mə leylətul qadr. Leylətul qadri xayrun min əlfi şəhr. Ey Peyğəmbər, sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Qədr sözü Quranda bir neçə mənada işlədilmişdir. 1. Məqam mənası. Quranda buyurur: "Və mə qədərullahə haqqə qədrih." Allahın məqamını layiqincə tanımadılar, qiymətləndirmədilər. Ən'am surəsi ayə 91. İkinci məna, müqəddərat və tali mənasını. Quranda buyurulur: "Ci'tə alə qədərin ya Musa." Ey Musa, sən ilahi təqdirə əsasən müqəddəs məkana gəlmisən. Taha surəsi ayə 40. Üçüncü məna çətinlik və sıxıntı mənası nədir? Ayədə buyurulur: "Və mən qudra aleyhi rizquh." Ruzisi sıxıntıda olan şəxs Allahın ona verdiklərindən xərcləsin. Təlaq surəsi ayə 7. Qədr gecəsi ilə bağlı ilk 2 məna uyğundur. Belə ki, Qədr gecəsinin həm böyük məqam və dərəcəsi vardır, həm də müqəddəratın təyin edildiyi gecədir. Varlıq aləminin hesab kitabı, qəza və qədəri, ölçüsü vardır. Və in min şeyin illə indənə xəzainuhu və ma nunəzziluhu illə bi qədərin ma'lum. Elə bir şey yoxdur ki, onun xəzinələrini bizim yanımızda olmasın və biz onu yalnız müəyyən miqdarda nazil edərik. Hicr surəsi ayə 21. Bəli, nə varsa onun xəzinəsi, qaynağı Allahın yanındadır. Allah yalnız miqdarı təyin edib göndərir. Hətta bulutların yağan yağışın da hesabı, əndazəsi var. Və ənzəlnə minəs-səmai maən biqədərin. Göydən müəyyən miqdarda su əndirdik. Möminin surəsi ayə 18. Təkcə yağış yox, hər şey ölçüsü ilədir. Və kullu şeyin indəhu bi miqdar. Hər bir şeyin onun yanında
müəyyən bir miqdarı vardır. Rə'd surəsi ayə 8. Hətta günəş və ayın həcmi, çəkisi, hərəkət orbiti dəqiq müəyyənləşmişdir. Əş-şəmsu vəl-qəməru bihusban. Günəş və ay müəyyən bir hesab ilə hərəkətdədir. Ər-Rəhman surəsi ayə 5. Allah Teala Qədr surəsində növbəti bir ildəki işlər müəyyənləşdirir. Digər bir ayədə buyurulur: Fiyhə yufraqu kullu əmrin həkim. O gecədə hər bir hikmətli və əhəmmiyyəti iş müəyyən olunur. Duxan surəsi ayə 4. Deməli, Qədr gecəsi təkcə Qur'anın nazil olduğu gecə deyil. Bu gecəni təkcə Peyğəmbər dövrünə aid etmək olmaz. Hər Ramazan ayında Qədr gecəsi var və o gecə növbəti ildəki bütün işlər müəyyənləşir. Hökm verilir. Qədr gecəsini oyaq qalmaq, dua, namazla, Qur'an təlavəti ilə məşğul olmaq Həzrəti Peyğəmbər salavatullah və salamuhu aleyh və əhl-i beyti tərəfindən tövsiyə edilmişdir. Vurğuladığımız 3 gecə arasında 23-cü gecənin Qədr gecəsi olmaq ehtimali daha çoxdur. Bir şəxs Həzrəti Peyğəmbər salavatullah və salamuhu aleyhə belə deyir: Mənim evim Mədinədən uzaqdır. Mənə bir gecə de ki, həmin gecə şəhrə gələ bilim. Həzrəti Peyğəmbər salavatullah və salamuhu aleyh ona belə buyurur: 23-cü gecə Mədinəyə daxil ol. Vəsail-i Şiə cildi 3 səhifə 307. Bir gün İmam Sadiq əleyhissalatu vesselam xəstələnmişdi. Buna baxmayaraq onu Ramazan ayının 23-cü gecəsi məscidə aparmalarını istədi. Biharul Ənvar cildi 95 səhifə 169. Xanım Fatimə Zəhra salamullah aleyha həmin gecə, yəni Ramazanın 23-cü gecəsi uşaqların üzünə su çiləyərdi ki, yatmasınlar. Biharul Ənvar cildi 94 səhifə 10. Rivayətlərdə bildirilirdi ki, Həzrəti Peyğəmbər salavatullah və salamuhu aleyh Ramazan ayının son 10 günün yatağını yığar və oyaq qalardı. Həzrəti Peyğəmbərdən nəql olunmuş müfəssəl bir hədisdə deyilir. Həzrəti Musa əla nəbiyyina və alihi və aleyhissalam Allaha belə dedi: İlahi, sənə yaxın məqam istəyirəm. Allah tərəfindən cavab gəldi: Mənə yaxınlıq Qədr gecəsini oyaq qalmaqlıqdadır. Musa ərz etdi: Səndən mərhəmət istəyirəm. Allah tərəfindən cavab gəldi: Mənim mərhəmətim Qədr gecəsi yoxsullara əl tutmaqdadır. Musa dedi: İlahi, Sırat körpüsündən keçmək üçün ruxsat istəyirəm. Allahdan cavab gəldi: Qədr gecəsində sədəqə vermək, sıratdan ötüb keçmək rəmzidir.
Həzrət Musa ərz etdi, səndən cənnət və onun nemətlərini istəyirəm. Allahın tərəfindən cavab gəldi. Cənnət nemətləri Qədr gecəsini təsbih söyləməkdən asılıdır. Həzrət Musa ərz etdi, cəhənnəm odundan qurtulmaq istəyirəm. Allah tərəfindən cavab gəldi, cəhənnəm odunun qurtuluş yolu Qədr gecəsi bağışlanmaq dilənməkdir. Sonra Həzrət Musa dedi, İlahi, sənin razılığın sorağındayam. Cavab gəldi, Qədr gecəsi 2 rükət namaz qılanlar mənim razılığıma çatar. Vəsail-i Şiə, cildi 8, səhifə 20. Tarixin udulunmaz hadisələrindən biri Həzrəti Əlinin məhz Qədr gecəsi ibadət mihrabında namaz halında başından vurulmasıdır. Bəli, Allahın yaratdığı şərəfli varlıq, şərəfli yerdə, şərəfli zamanda, şərəfli bir halda şəhid olmasıdır. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Növbəti dərsimizdə Qədr surəsinin tərcümə və təfsirinə davam etdirəcəyik. Yenidən görüşmək ümidi ilə salamat qalın.